Salam əziz şagirdlər. Bugün sizlər üçün daha bir writing nümunəsi üzərində izah verəcəyəm. Bu dəfə belə bir mövzu seçmişəm. Is home cooked food better than restaurant food? Yəni evdə bişirilən yemək, qida, ərzaq restoranda yeməkdən daha yaxşıdırmı? Artıq biz sizlə əvvəlki videolarda 4 fərqli esse nümunələrinə baxmışıq və keçən videodan etibarən mən qərara gəldim ki, sizə topic sentence-dan öncə mövzuya ümumi girişi də izah eləyim. Bu dəfə mövzuya belə giriş vermişəm. People have different views on whether home cooked food is better than restaurant food. Yəni mövzu birbaşa təqdim olunur və göstərilir ki, bu məsələ ilə bağlı insanların fərqli fikirləri var. Məhz people have different views on whether. Daha çox söz olsun deyə mən belə başlamışam da, yəni daha sadə deməli başlamaq olardı. Bu cümlə hələ müəllifin bu arada yəni şəxsi mövqeyi deyil. Sadəcə olaraq müzakirə olunan mövzunu təqdim edir. Biz bilirik ki, bizdən tələb olunan writing-də birinci tələb odur ki, mütləq topic sentence və controlling idea verilməlidir. Mən artıq bu cümlə ilə 13 söz writing-imizi zənginləşdirirəm. Və burada da people have different views on whether ifadəsi opinion paragrafa giriş vermək üçün yaxşı bir strukturdur. Sonra gələcək topic sentence. I am of the opinion that home-cooked food is a better choice for most people because it's usually healthier and costs less money. 24 söz. Artıq writing-in ilk cümləsində bizim 37 sözümüz var. Bu 24 sözü daha qısa verə bilərəm. Məsələn, I am of the opinion that-in əvəzinə I think. Home-cooked food is a better choice. Görürüz, yəni bu sadə versiyasıdır. Yəni 17 söz. Amma biz bunu 24 sözü necə çatdırdıq? I'm of the opinion that home-cooked food is a better choice for most people because it's usually healthier and costs less money. Bu artıq paragrafın topic sentence-idir. Müəllif artıq öz mövqeyini ortaya qoyur və inkişaf etdirəcək iki fikri verir. Mövzumuz nə idi? Home-cooked food. Müəllifin fikri is a better choice for most people və controlling idea. It's usually healthier və it costs less money. Deməli, biz nə edəcəyik? Paragrafın növbəti əsas hissəsində məhz bu iki controlling ideyanı inkişaf elətdirəcəyik. Home-cooked food is healthier, bu fikri əsaslandırmalıyıq və home-cooked food costs less money fikrini əsaslandırmalıyıq. Yəni, sonraki səbəblər, axı bizdən iki səbəb tələb olunur. Sonraki səbəblər məhz bu ideya ilə əlaqəli olmalıdır. Başlayaq birinci səbəbə. Əvvəlki videolardan da bilirik, səbəbləri daha sadə sözlərlə başlaya bilərik, firstly ilə başlaya bilərik məsələn. Amma firstly-in əvəzinə bu dəfə sizə yeni bir deməli söz seçmişəm, ifadə seçmişəm. The first point to consider is that 7 söz. Yəni firstly ilə başlasaq bir sözdür, amma belə 7 söz. People can choose fresh ingredients. Healthy hissəsini inkişaf elətdiyirik. And use less oil or salt at home. Birinci səbəbi necə təqdim elədim? The first point to consider is that. Dediyim kimi, in my opinion-la başlaya bilərdim, I think-la başlaya bilərdim, in my view-ilə başlaya bilərdim. Amma mən daha çox söz olsun deyə və daha yaxşı görünsün deyə belə başladım. Və bu səbəb bizim birinci controlling idea var idi, healthier. O inkişaf elətdirir. Məqsəd odur. Burada da vermişəm ki, yəni məntiq belədir də, controlling ideamız axı belə idi. It's usually healthier. Necə onu inkişaf elətdirirəm? Birinci səbəbinə verirəm. People can choose fresh ingredients and use less oil or salt. Healthier sözü ümumi fikirdir. Biz axı bunu açmalıyıq. Niyə healthier? Və buna səbəb verdim. İndi bu səbəbə də nümunə verməliyim. Diqqətli olmalıyıq. Yəni biz controlling ideadakı fikri
səbəb və sonra nümunə verməliyik. Əlavə bir şey və burada da yazmışam ki, yeni istiqamət açmamalıyıq. İndi nümunə. For example, a family can prepare vegetables, chicken and rice in a healthy way. For example-dan konkret nəyi göstərdim? Deməli, nümunəni. Deməli, controlling idea buydur. Home cooked food is usually healthier. Və səbəb, people can prepare healthier food at home. Choose fresh ingredients, use less oil or salt. Və nümunə də nədir? Vegetables, chicken, rice can be prepared. Yəni müəllif fresh ingredients və less oil or salt fikrini real yemək nümunəsi ilə göstərdi. Sonra ikinci səbəb. İkinci səbəbimiz isə budur ki, home cooked food costs less money. Bunu deməli indi açmalıyıq biz. Burada da secondly ilə başlaya bilərik. Əvvəlki videoda görmüsünüz. Furthermore, moreover, additionally, in addition. Amma yenə fərqli ifadə işlətdim. Another advantage is that cooking at home can help people save money. Bu fikri. Yəni burada another advantage is that-la ikinci səbəb təqdim eləmişəm və costs less money ideyasını, fikrini inkişaf elətdirirəm. Yəni məntiqimiz nə idi? Home cooked food costs less money. Reason nədir? Cooking at home helps people save money. Yenə topic sentence-dən kənara çıxılmır. İkinci səbəbə nümunə, yenə for instance-la başlaya bilərdim. Daha böyük ifadə seçmişəm, çox sözlü. A good example of this is preparing dinner for the whole family instead of eating at a restaurant. Burada da gördüyünüz kimi a good example of this-lə əvvəlki səbəbə nümunə verdim və məntiqimiz nədir? Cooking at home saves money. Reasonımız budur. Nümunədə nə oldu? Preparing dinner for the whole family at home instead of eating at a restaurant. Bu nümunənin məsudunluğu ondan ibarətdir ki, whole family ifadəsi qənaət fikrini daha yaxşı təqdim edir, daha aydın edir. Bir ailənin hamısının restoranda yeməsi adətən evdə yemək hazırlamaqla daha bağlı olur. Əla. Bizdən növbəti tələb olunur əks arqument. Əks arqumentə ən sadə başlama however'dir. Amma mən belə başlamışam. Some people argue that restaurant food is more convenient and saves time. Yəni burada some people argue that-nə mövzunun əks tərəfini təqdim edirəm. Əks tərəfin fikri nə oldu? Restaurant food is more convenient and saves time. Yəni bəzi adamların fikrincə restoranda yemək çox rahatdır. Çünki yemək hazırlamağa vaxt sərf olunmur da, yəni vaxta qənaət edir. Əks arqument çox önəmlidir. Çünki bu paragrafı mütləq formada balanslı eləyir və bizdən tələb olunur. Və sonra da əks argumentə cavab verməliyik. Bu dəfə də daha uzun ifadədən istifadə eləmişəm. Although this idea is reasonable, baxmayaraq bu ideya belə də məntiqlidir, I still believe that better health and lower costs are more important. Bizdə axı controlling idea nə idi? Healthier və cost less money. Healthier-ni belə verdim. Better health, cost less money-də lower costs are more important. Yəni, əvvəlki fikrimi rədd eləmirəm. Yəni, məntiqli olduğunu bildim, sonra öz mövqeyimə qayıdıram. Bu çox önəmlidir. Yəni, burada ən vacib məqam bundan ibarətdir ki, əks arqumentə cavab verəndə yenə topic sentence-dəki iki controlling idea ilə əlaqə yaransın. Mətndə better healthier idi. Better health-lə verdim, cost less money isə lower costs-lə. Və sonunda da nəticə. Nəticədə ən qısa in conclusion-dan başlaya bilərik. Bu dəfə də belə bir ifadə seçmişəm sizin üçün. Taking everything into account, home cooked food can be a healthier and cheaper choice for many people. Yəni, taking everything into account-la nəticəmi təqdim eləyirəm. Fikir verdirsə, nəticədə yeni fikir verilməli. Topic sentence-dəki iki bizim fikrimiz var idi. Onu necə dəyişdim? Healthier-ni elədim, a healthier choice. Cost less money isə a bit cheaper choice. Gəlin indi tam baxaq. Deməli, bu ümumi fikir. People have different views on whether
home cooked food is better than restaurant food. Bu ümumi fikirdir. Ki insanların bununla bağlı fərqli düşüncələri var da, yəni home cooked foodun restoran fooddan daha yaxşı olması ilə bağlı. Sonra artıq mənim topic sentence'im və topic sentence və nə gəlir? Demək, içərisində controlling idea. Ötən videolarını bilirsiniz ki, mən bunları fərqli rəngdə təqdim edirəm. Olsun qırmızı. I am of the opinion that home cooked food is a better choice for most people because it's usually healthier and costs less money. Sonra səbəblər verməliyəm. Yenə dediyim kimi daha qısa verə bilərdim, amma belə vermişəm. The first point to consider is that people can choose fresh ingredients and use less oil or salt at home. For example, a family can prepare vegetables, chicken and rice in a healthy way. Bizdən tələb olunan birinci tələb olunur ki, topic sentence verməliyik, içərisində də ki, controlling idea 2 dənə. İkinci tələb olunan odur ki, controlling ideanın deməli, birinci controlling ideaya səbəb və nümunə verməliyik. Bunu da verək mavi rəngdə. Üçüncü tələb odur ki, controlling ideadakı ikinci fikrə səbəb və nümunə göstərək. Another advantage is that cooking at home can help people save money. A good example of this is preparing dinner for the whole family instead of eating at a restaurant. Bu da ikinci. Bunu da yaşlı rəngdə verək. Növbəti tələb olunan bizdən nədir? Meyarda. Əks argument və ona cavab. Some people argue that restaurant food is more convenient and saves time. Although this idea is reasonable, I still believe that better health and lower costs are more important. Əks argument və ona cavab. Bunu da narıncı rəngdə verək. Və sonda da conclusion. Taking everything into account, home cooked food can be a healthier and cheaper choice for many people. Bu da fərqli rəngdə olsun. Təsəvvür edin ki, writing 146 sözdən ibarət. Fərz eləyək ki, şagird bunu sonradan genişləndirib. Yəni, 146-yı yadda saxlayın. Bunu daha sadə forması necə olardı? I am of the opinion that-in əvəzinə I think. For most people çıxıram özüm üçün. The first point to consider is that-in yerinə verəcəkdim firstly. For example qaldı. Another advantage is that-in yerinə olacaqdı secondly. Yəni sadə bir versiyada. Burada olacaqdı for instance. Burada verəcəkdik ki, some people argue that restaurant food is more convenient and saves time. Məsələn, although some people argue that restaurant food is more convenient and saves time, bu belə olacaqdı. Və bu da olacaqdı in conclusion. 146 söz idi də. Görək neçə söz oldu? 120 söz. Bu daha sadə. Hətta ola bilər ki, şagird birbaşa topic sentence-dən başlasın. Bu demin, bax bu 107 sözdən ibarət. Ən bəsiti budur. 107 söz. Amma mən, yəni belə yaza bilir şagird. Amma mən həmişə öz şagirdlərimə də deyirəm, 107-dir, biraz artır. Məsələn, firstly-in yerinə başqa şey işlət, I think-in yerinə başqa şey işlət, secondly-in yerinə başqa şey. Və qaydırıq yenidən əvvələ. Neçə söz oldu? 146 söz. Yəni 107 söz olur, amma biz onu sonra süni formada, amma kənara çıxmamaq şərti ilə genişləndirə bilərik.